Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Deməli, qardaşlar sual verir ki, Əhqaf surəsinin 4-cü ayəsində maraqlı bir söz keçir. Və bu necə oxunacaq? Ayə belədir tam olaraq. Qul ərəaytum mə təd'un min dunillahi əruni mədə xaləqu minəl ardı əm ləhum şirkun fis-səmavati tuni. Deməli, əs-səmavat sözündən sonra ituni sözü gəlir ki, burada səmavat sözündə tə hərfi, tənin altında isə kəsrə və növbəti sözdə ituni sözüdür. Necə oxunacaq? Deməli, qardaşlar, əgər tədən, yəni səmavat sözünün təsindən, kəsrəli tədən birbaşa sükunlu həmzəyə keçsək, bu zaman düzgün oxunuş əm ləhum şirkun fis-səmavati tuni. Sükunlu həmzə və öz məxrəcindən çıxarılır. Yox, əgər səmavat sözündə dayansaq, bu zaman səmavat sözündə dayanandan sonra qarşımıza çıxan ilk hərf vəsləli həmzədir. Vəsləli həmzədən sonra da sükunlu həmzədir. Necə oxuyacaq? Ərəb dilində belə bir qayda var. İki həmzə, iltiqaul həmzəteyn, iki həmzə bir-biri ilə görüşərsə, min bəbi təshil, asanlaşdırmaq baxımından ikinci həmzə məd hərflərindən birinə çevrilir. Məd hərflərindən birinə çevrilir. Burada da ikinci həmzə, yəni sükunlu həmzə məd hərfi olan hərəkəsiz yəyə çevriləcək və düzgün oxunuş İtuni bi kitabim min qabl. Yaxşı, sual çıxır ki, əgər biz üçüncü hərfin hərəkəsinə əsasən vəsləli həmzəni oxusaq, bu zaman vəsləli həmzə i ilə yox, kəsrə ilə yox, dammə ilə başlamalıdır. Utuni olmalıdır. Niyə görə burada ituni? Çünki burada T hərfinin üzərindəki dammə sözün əsl kökündən deyil. Sözün əsl kökü iti və tam olaraq əgər bu sözü biz sərf elmində, ərəb dili elmində tam öz qaydası ilə oxusaq, itiyuni, yəni tə, üçüncü hərf tə, tənin altında kəsrə. Və burada tənin üzərinə dammə gəlməsi tədən sonra gələn vavul cəmə, yəni ki, cəm şəkilçisini bildirən vavun gəlməsinə görə tənin də üzərinə özünə oxşar bir hərəkə verildi. Tədən sonra hərəkəsiz vav, buna görə də tənin üzərinə damma verildi. Yəni, münasiblik baxımından, rahatçılıq baxımından. Və burada qayda, üçüncü hərfin hərəkəsi qaydası vəsləli həmzəyə tətbiq olunmur. Amma digər bir ayə, Bəqərə surəsinin 283-cü ayəsi. Burada məsələn fikir versək, fəl-yuəddilləzi tuminə əmənətə, el-ayə. Fəl-yuəddilləzi tuminə. Əlləzi sözündə zəl hərfi, kəsrəli, zəldən sonra əlif məksuradan sonra vəsləli həmzə və sonra vav üzərində sükunlu həmzə ilə. Və bu zamanda əgər əlləzi sözünü növbəti sözə birləşdirsək, olacaq fəl-yuəddilləzi tuminə əmənətə. Əgər dayansaq, vəqf etsək fəl-yuəddilləzi və sonra növbəti sözdən başlasaq, o zaman utuminə yox, düzgün oxunuş utuminə. Burada isə üçüncü hərfin hərəkəsi, yəni T hərfinin hərəkəsi damma olduğu üçün vəsləli həmzənin üzərinə tətbiq olunan da
vəsləli həmzənin də üzərinə tətbiq olunan hərəkə damma olur. Yəni u. Utumina. Utumina. Və Qurani Kərimdə bu formada bir neçə surədə bu kimi sözlər mövcuddur ki, eyni qayda ilə oxunacaq. Yəni iki həmzə bir yerdə gələrsə, ikinci həmzə məd hərflərindən birisinə çevriləcək. Ya hərəkəsiz, ya vav, ya da ya. Ən doğrusunu Allah bilir. Esselamu aleykum və rahmetullahi və barakatuhu.